İllər keçsə də məktəb illərinin xatirələri insan yaddaşından silinmir. Dostluq, birlik və unudulmaz anlarla zəngin olan o günlər bəzən uzun fasilədən sonra insanları yenidən bir araya gətirir. Kürdəmir rayonunun Ərəbxana kənd məktəbində təhsil almış məzunlar düz 40 ildən sonra yenidən görüşüblər. Uzun illər bir-birini görməyən sinif yoldaşları bu görüşü ilk növbədə ehtiram və vəfa hissi ilə başlayıblar. Görüş iştirakçıları əvvəlcə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Pərviz Novruzovun məzarını ziyarət ediblər. Qeyd edək ki, şəhid Pərviz Novruzov görüşə qatılan məzunlardan biri olan Natiq Novruzovun övladıdır. Keçmiş sinif yoldaşları dostlarının şəhid övladının xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Daha sonra məzunlar artıq dünyasını dəyişmiş digər sinif yoldaşlarının məzarını da ziyarət edərək onların əziz xatirələrini anıblar. Bu anlar həm kövrək, həm də duyğulu hisslərlə yadda qalıb. Ziyarətlərdən sonra iştirakçılar doğma məktəblərinə üz tutublar. Vaxtilə bir yerdə təhsil aldıqları sinif otaqlarını gəzən məzunlar məktəb illərini xatırlayıb, ötən günlərlə bağlı xatirələrini bölüşüblər. Görüşdə onlara dərs demiş müəllimlərin bir qismi də iştirak edib. Keçmiş şagirdlərlə müəllimlərin illər sonra yenidən bir araya gəlməsi tədbirə xüsusi səmimilik qatıb. Məktəbdəki görüşdən sonra iştirakçılar Kürdəmir rayon Şəhidlər Xiyabanını ziyarət ediblər. Burada Ərəbxana kənd məktəbinin adını daşıyan Vətən müharibəsi şəhidi Mərdan Quliyevin məzarı önünə gələrək onun əziz xatirəsini ehtiramla yad ediblər. Günün sonunda isə 40 ildən sonra yenidən görüşən sinif yoldaşları Kürdəmir rayonunun gözəl istirahət məkanlarından birində bir araya gələrək bu əlamətdar günü təntənəli şəkildə qeyd ediblər. Səmimi söhbətlər, xatirələr və duyğulu anlarla yadda qalan bu görüş bir daha göstərir ki, zaman keçsə də həqiqi dostluq və məktəb yoldaşlığı illərin sınağından uğurla çıxır və insanları yenidən bir araya gətirməyi bacarır. Sonra gəlir də onu. Yox, görmürəm. Yox, yaşlanandan gəlir. Ben şey səhnədə. Yox, bu da sonra gəlir. Sən də sonra gəl. Müəllimə dərs ver. Nə olacaq? Küləyim deyil. Rövşən deyil. Bu deyil Rövşən. Ədalət demişdir, riyaziyyat etirafı. Qədir.
Onlar bizim için yol gösteren bayraktır. Bilmirdik bayrak nedir. Bayrak ayak altında taşıyorduk. Bayrak neymiş? Bizim benliğimiz, kimliğimiz bilmirdik. Ne başka insanlardır. İçinde olmayınca başa düşen insanlar için milletin olur. Ben şehirler için insan verdim. Öğretmenle sırayı o şehitlerin analarının ellerinden, hatta ayaklarından öperiyoruz. Ana bilir evlat itirmek nedir? Nedir onu analar bilir, ataları kenara koyar. Ama anaları bildiğimiz halde, ben bir şehit anasına laqidemsə, milletime, vətənimə laqidəm. Yani onlar bizim için kıymetsiz varlıktır, kıymetsiz, ölçüye gelmez bir varlıktır. Atalar deyip, vur! Bulanla o torpaq alınması, mənim bir tərəfim Ağdamlıdır. Mən 4 dənə şəhid bastırmışam. Oradan gəlmə şəhidlər bizim evə düşdü, 4 dənə şəhid bastırmışam. Təsəvvür olunmuş şəhidlərdə bir dənə köhnə çamadanda hamımızın olur. Bütün şəhidlərimiz Allah cənnət məkan etsin. Valideynlərinə də səbir versin. Dünya səbirindən. Bizə baxıyoruz. Xəcalətli olub bura yığışa bilərdik. Yığışa bilmədik, o gördüyün gözəl insanlar parası birində bir başına çalışıyor diye. Həmdətər millətsən ki, torpağın gələnlərdədir. Xəcalət çəkiyor, indi onu deyirlər. Biz də yığışa bilmədik. Ancaq indi
Selamünaleyküm. Gözəl, mənim. Mesela müəllim hazırlaşır, deyir hazır. Əslində niyə hazırlamır? Zərfə. Hadi. Sən gəl girəcək. Onca ermənilər əziyyət çəkib gəlirsiniz. Xatirələrinizi bizlə bölüşürsünüz. Allah sizə can sağlıq versin. Uzun ömür arzulayıram sizə. Gələnlərə də, gəlməyənlərə də. Çox minnətdarım. Allah sizdən razı olsun. Qarazər müəllim, mən ömrdə durub dərs danışmamışam. Ona görə siz məni tanımadınız. Akbar, zəhmət olmasa bir xatirələrdən bölüş biz üçün. Görüş var, adamı çəkir. Görüş var, ora tələsirsən. Görüş var, fikirləşmirsən kim ora gedəcək, kim gələcək. Bu görüşdən o görüşlər. Bizi yad elədiyinizə görə, xatırladığınıza görə, kimisə qəlbində bizə məhəbbət olduğuna görə çox şükür Yaradana ki, bu günü bizə qismət elədi. Hamınıza minnətdaram və burada müəyyən adamları gördüyüm, həqiqətən adamın ürəyi diqqətə gəlir. Fikirləşirdim ki, bəziləri tanıyacam, bəziləri tanımayacam, bəlkə mənim də özümü tanımasaqlar. Amma bizim keçdiyimiz cığır oldu. Mən gələndə də deyirəm, hər yerdə də deyirəm. 6 il mən burada işlədim. Birinci dəfə 1980-cı il dekabrın 30-da bura mən direktor müavini kimi gəldim. Allah rəhmət eləsin, Əliylər müəllim. Bildi mən Xəlil müəllimin oğluyam, Əlçəyməti Kürdəmirdə. Dedi ki, sən gələrsən bizdə direktor müavini olacaqsan. Və bir il işlədim. Gediş, gəliş 15 kilometrlik məsafə, buradan bizim evə 15 kilometrlik məsafədir. Bəzən gec getdik, bəzən tez getdik, bəzən çata bilmədik. Bəzən pedaqoji şuralar 7-də başladı, 9-da qutardı, 10-a qutardı. Buradan Zakir müəllim, Şahin müəllim, mən bu yolu piyada getdik. Bir qədər adam bezdik, zamanlıq vaxtıydı. Dedim ki, yox, mən həyatımı dəyişib. İlk dəfə onlara Kolxoz Komsomol Komitəsini yaratdıq orada. Allah rəhmət eləsin Zakir Abdülkərimov və Komsomol Komitəsinin katibi kimi fəaliyyətə başladım. Bir ilə yaxın müddət işlədim. Sonra təzədən alınmadı müəyyən şeylər. Mahmudov əl çəmirdi məndən ki, səni raykoma təlimatçı gətirəcəm. Atam da icazə vermirdi. O vaxtda mən vəzifəyə zada heç meyilli gördüm, nə də getmək istəmirdim. Aramızda mübahisələr zatlar oldu. Gördüm, yox, mümkün deyil. Təzədən qayıtdım, gəldim məktəbə və məktəbdə müəllim işlədim. 86-cı ilin iyun ayının axırında biz yekunlaşdıq. O vaxtda mayın 25-də olurdu son zəng. Allah rəhmət eləsin, Qurban müəllim elə oldu ki,
o vaxt Kənd Sovetinin sədri olduğu gündə məni görüb bir işləmişdik. Əl çəkmədi ki, elə sən əvvəldə işləmişsən. Mən müvəqqəti olaraq işləmişdim Kənd Soveti. Gəl sən orada işləyək, əl-ələ verək işləyək. Nəysə mənim getdi həyat yolum 86-cı ilin iyunun ayından başladı 95-ə qədər. Kənd Soveti katibi, sədri, kolxoz sədri, sonra getdim mühəndis işlədim 2 il Məmmədli qəsəbəsində. İlmişlidə ilk 5 mərtəbənin mühəndisi mən idim. Orada da gedib fəhlələrə şeir deyirdim. Nəysə, İndi yoldaşlar varsa mən də arada bərədə söz deyərəm, işin zavallı olsun, çox sağ olun. Hoş geldin. Tanımadım. Yani Allah öyle versin. Müəllimlikdir daha siz bizdən bəziləriniz bizdən qocasınız, bəziləriniz. Kolxozun əmlakını yeyib, dağılmış, gəlmişliyik. Sonra müəllimlik fəaliyyətinə məşğul olandan sonra yenə də əl çəkməkdən direktor kimi fəaliyyət göstərirəm. Həqiqətən kabinetimiz də yaxşı kabinetimizdir. Bəzilərinizi yaxşı tanımadım o mənadakı xarci görünüşə görə. Amma yenə də dəyişmişsiniz. Allah sizə can sağlığı versin. Həyatın ən şirin niməti olan sizə can sağlığı arzulayıram. Bu yaşadığınız ömrü problemsiz yaşayasınız. Neyim, necəyim deməyəsiniz. Ben salam uşağım. Deməyən köhnə hissləri yada salım. Kesmişim olsa, gələcə bir tomatla. Mən bura 1972-ci ildə gəlmişim. Mən istədiyim müddətdə burada Allah rəhmət etsin. İstədiyim müəllimlərdən biri də hamısına Allah rəhmət etsin. İndi baxıram, gəldim məktəbin həyətdən burada baxıram. Keçmiş xatirə ürəyimdə qaynayır. Baxıram həm kövrələm, yaxşı mənada, həm də ki, mənə görə bir şey. Sonra ona görə ki, o çoxsu cavan rəhmət etdi, çoxsu o hissləri yaşayır. Mən buraya gələndə deyəm, Ərəbxana məktəbi təməli 1927-ci il olub, rəhmət Şəkər müəllim deyir, sonra ayrı-ayrı olsun və 7-ci məktəb kimi başlayır. Buraya gələndə ilk müəllimlərim, burada baxdım mən, Allah rəhmət etsin. Bu baxdım mənim Ərəbxana ziyaları, yetişmədə xüsusi Bizim birinci sınıf əvvəlsə ilk məktəbin direksiyonu olanda bütün ziyaların yetişməsinə, onun istiqamət verməsinə çox böyük əmək var. Bəlkə onun bütün oğursu müəllimlər, müəllimlər, hamısının böyük əziyyəti olur. Və onların müəllim edib, onların xatirəsini bir dəyişikliyə yad elədik və bu his, bu nə demək? İndi burada hisslərimizi bölüşürük. Hansı ki o vaxtı sizə ortabab gələn hadisələr indi çox şirin xatirəyə söyləyir. Necə deyirlər, keçmişi unutsa, gələcək bizi toxatdır. İndi bugün siz hər bir sahədə işləyib, qarışmışsın, hamınızdan sağlarsınız. Və arzulayıram heç vaxt, məsələn, keçmişi unutmayasın. Keçmişi unutanda gələcəyi görürüm. İndi mən biraz sınavda olsam gəldim, mən özümün daxilini görürəm, bəziləri tanıdım, bəziləri tanımıyorum. Özünə oxşasam, arzu olan şey yapmasın, Əsas mənə tanırsınız. Burada istəyən hamı xatirələr görüşür. Xatirələr, uşaqlı xatirələr, yenetməli xatirələr. İndi bir şirin ağla çevrilir. Onların bir söz var. Deyir, sağlam olmaz, deyirsən, siz yaşarsın. Mən deməmişim, çalışmışam ki, bu hərzi alın. Hər uşaqlar yüksək qəbul olmalı. Elm kimə, dünyanın elə sevinci yox idi ki, məsələn, hiss eləməyəm. Və o sizlər yaşayır. Ərəbxan Orta Məktəbinin ta böyük yad edib, kürsündə ən çox mənim, müstəqəbi olan ən çox seyidi orada müvəkkətdə. Axtaçı ondan sonra Ərəbxana kiçilmə 5 nəfər, 6 nəfər var dürmüşdür. Məsələn, ali məktəbə girmək, daxil olmaq görür. Məsələn, insan olmaq var, bir də insan olmaq var. İnsan olasan, hadisələ münasibətdə insan olasan. Mən çox belə hissə qapırdım, bir üniversitə gördüm.
Sağ olun Murat. Bizler için de hoş olsun. Və hamımıza bizim can sağlığı və ya da nə yaxşılaşır o istəyir. Çok hoş oldum sizinle görüşmeye. Çok teessüfler ki aramızda bari adalet, sürme yoktu. Ona göre elə bir şey, köhnəli qaytarmağa bile utandım. İsterdim ki orada aramız olsun. Çok teessüf ki bağlarımız bizim aramızda yoktu. Bir daha görüşmemize çok hoş oldum. Bunları görsem hatırlarım da görmesem çetin hatırlarım. Sağ olsun. Bunlar yaşayan onu hatırında değil. Zərfəm gözlərindən tanıdım. Simlər də həmin sim değil. Sim gözündə zərfəm. Kızlar tanımadı, özlərini sonradan tanımadı. Ümid edirəm ki, siz də böyük bir məktəb keçmişsiniz. Siz artıq yaxşı valideynlərsiniz. Yaxşı nənədə babalar olasınız. O günlərdə sizi arzulayıram. Xoşbəxt mənə baba olsunuz. Hoş gördük deyirəm. Çox sevindim ki, bizi bir yerə yığdınız. Yəqin ki, kəllə göndərmişdiniz ki, hamı bir yerə yığıldı, gəldi. Həyatımın 2 ilin bu məktəbdə keçirmişəm. Ən yaxşı, ən məsuliyyətli illərim oldu. Və dəst dediyim hər bir şagirdə də ürəyimi vermişəm. İndi o kim o ürəyi necə saxlayıb, nətər qoruyub, onun öz işidir. Gələcəkdə sizə can sağlığı olsun. İstəyirəm həyatın bütün güzəllikləri sizin olsun. Sizə sağlam qocalıq arzulayıram. Valide müəllim. Hə, indi xatirələrdən danışdıq, çox şeylərdən danışdıq. Ancaq mənim danışacağım xatirə deyil, Müsaitdir o. real bir yaşadığım həyatdır. Bu kəndlə bağlı real bir yaşadığım həyatdır. Mən həyatımda Quranı oxumuşam. Qurandan sonra Nizami Gəncəvinin əsərlərini oxumuşam. Nəhayət, Şərəfnamə, İqbalnamə və özümün ilahi müəllimin Nizami, Şeyx Nizamidə tapmışam, ilahi müəllimini. Əzəldən belədir insan xilqəti, axtarıb tapmaqdır onun xisləti. Kimisi axtarır sonsuz dənizlər, kimisi axtarır dənizdə gövhər. İndiki açıqlayaq görək, Şeyx Nizami nə demək istəyir? O dəniz dediyi insan cəmiyyətidir, dəniz kimi yırğalanır. Dəniz yük, dənizin kiçik bir gölməçəsi yük biz. Ruhən dəniz yük. Dənizdə axtarır. Bizim genetik kodumuzda axtarıb tapmaq var. Əzəldən belədir insan xilqəti, axtarıb tapmaqdır onun xisləti. Allah Taala məni bu kəndə gətirdi nədən ötürü? Hakim müəllim yadınızdadır. Divar qəzeti çıxartmışdı. Mənim divar qəzeti, mən bəlkə sizi yoracam ha. Çünki mənim sinəm doludur. Divar qəzetində mən qəzetin adını qoymuşdum Vüsal. Hakim müəllim onları təhlil edirdi, vicdanı içiydi. Təhlil edirdi, dedi müəllimi, qəzetin adı yaşı deyil, dəyişdir. Hə, baş üstə. Heç bilmirdim Vüsal nədir. Vüsal nədir? Elə başa düşürük biz zırız mənada gənclə oğlan arasında bir sevgi məcarası, elə düşünürük. Ancaq indi görün sonlar nə oldu. Getdim Toprasənliyə, orada qəzetimin adını dəyişdim, qoydum Şua. Elektromagnet dalğası Şua. Sonra gəldim Atakişinin məktəbinə qəzetimin adını dəyişdirdim, adını qoydum İdrak. İdrak nədir? Dərk etmə. Fikir verin ha. Vüsal, yəni eşqü, məhəbbəti tapmaq, nə vasitəsilə tapaysan, elektromagnet dalğaları ilə tapaysan, nə vasitəsilə tapaysan, kəllönlə, dərk etməklə tapaysan. Deməli, 2000-ci illərin bir günü tezdən biz təsərrüfatla məşğuluq, vedrəni əlimə götürüb, mal sağmağa gedirəm, 5-6 radələridir. Bax, beləcə günəş mənə gəldi, getdi. Ruha göz yaşı lazımdır, ruha göz yaşı lazımdır. Bu sözü mənə dedim, onu mən tutdum elektromagnet dalğaları ilə. Başladım bu sözü ifa eləməyə. Ruha yaş bilmirəm, ruh nədir, göz yaşı nədir. Beynim çalxalanır. Höyten oxudum, Bəxtiyar oxudum, nə oxudum, özümə yer tapa bilmirəm. Axı, nə deməkdir, bu xırdalanmalıdır, azad buraxmır məni.
Nəhayət Nizami'də tapdım. Dirilik suyu, İskəndərnamə dirilik suyu axtarır. Dirilik suyu. Allah Teala'dan mənə bir duyğu gəldi. Tapdım Nizami'də özümü. Qəlbindən qəlbinə axıdılan sular. Dirilik suyudur, həyat suyudur. O adi su deyil, ateşdir, oddur. Qəlbini yandırıb oyadacaqdır. Özünü özünə tanıdacaqdır. Ruhun suyu oymuş. Allah Teala bizi yaradanda Kur'an'da keçik insanı iki mərhələdə yarattı. Biri cismani, biri ruhani. Ruhani 2 aylığında Allah özündən zərli olan ruhu verdi bizə. Və ruhun necə ki toxumun içində ürkəyim oturur, ona su tökməsən güərmir. Ruhumuzun da oyanması üçün ora insanın özünün ruhuna, adi mənə sual verirlər, müəllimə sən çox ağlayansan. Deyirəm insan, mən ağlayan deyiləm. Ruha axıdılan gözyaşları görsənmir, insanlıq naminə axıdılır o. Ruh ondan güərir, ondan içində bir mənəviyyat günəşi çıxır. Allah rəhmət eləsin Şeyx Nizami. Şeyx Nizami də o günəşi yarattı. Şeyx Nizami ona mərhəmət günəşi dedi. Ancaq mən ona mənəviyyat günəşi adı qoydum. Mən də sizi salamlayıram, çox sağ olun. Neçə ilin həsrətinə hamılıqla son qoyduq, bir-birimizi gördük. Çox şükür, hamımız yetkin, yetişmiş, bəlkə kimi hamı, bir şəxsiyyət kimi hamımız formalaşmışıq. Ancaq elələr var içərizdə, mən tanımıram, elələr var, siz tanımırsınız. O şəkildə hamımız dəyişmişik. Can da tanış olar. Hə, həyat hamımızı yaxşılığa doğru dəyişdirsin. Hamımıza can sağlığı arzulayıram. Xoşbəxt olasınız gələcək həyatınızda. Sağ olun, müəllim. Mən də bugünkü tədbirin təşəbbüskarı kimi sizlərin hər birinizə minnətdarlıq edirəm. Çox sağ olun ki, bu tədbiri təşkil eləmişsiniz. Həm sizlərlə, həm müəllim yoldaşlarla uzun illərin, 40 ilin yol yoldaşları bugün onların görüşünü siz təşkil eləmişsiniz. Buna görə yenə minnətdarlıq edirəm. Bir vaxtı, yəni 40 il bundan əvvəl 86-cı ildə sizi bu məktəbdən yola salanda sizə aid olan Kemal Ateslatını mən təqdim eləmişəm. O vaxtda sizə öz arzularımızı bildirmişik, xeyir dua vermişik. Bugün də toplaşmışıq, çox şükür Allaha. İndi bugün də sizə gələcək həyatınızda sağlamlıq, hərarət ürəyinizə, dizlərinizə taqət, gözlərinizə nur arzulayıram. Hər biriniz mənim yoldaşlarımızla birlikdə hamımızın istər sizə şərti şagird deyək, bizə şərti müəllim deyək, hamımıza bir yerdə bu arzularımızı cəm şəkildə arzulayırıq. Siz şərti bilirsiniz, elə siz bizim müəllimimiz. Biz sizi necə tanımışıq, ölüncə də elə tanıyacaq. Siz elə bizim müəllimimizsiniz. İşlədiyimiz mühit eləydi ki, biz müəllimlikdir. Məsələn, mən evimizdə hər hansı təsərrüfat içinə uşağın göz qabağında getmirdim ki, mən müəlliməm, mən başqa işdə görməsinlər. Yəni o dövrün tələbi idi. Bizim düşdüyümüz mühit elə bir mühit idi ki, orada ideal bir mühit var idi. Orada Allah rəhmət eləsin, Əli Heydər müəllim var idi. Allah rəhmət eləsin. Mən bu məktəbin tarixi ilə maraqlanmışam. Düz 27-ci ildən bəri əmr kitablarının hamısını araşdırmışam. Orada kimlər işləyib, məktəb binası harda olub, hansı kənd ərazilərinin uşaqları orada olub, bunların hamısı ilə maraqlanmışam. Həqiqətən 69-cu ildə ki, Əli Heydər müəllim bu məktəbə direktor gəlib, bu məktəbin intibah dövrü həmin vaxtdan başlayıb. O nə qədər Həsən müəllim yadımdadır, o deputatın atası. Atla gələrdi, burada bir qırmancı qurardı, belə bir saat, 2 saat oturardı, çıxardı, gedərdi. Məktəbdə lazımi mühit, nə bilim, vardı. Kimlər işləyirdi, o dövrün müəllim kontingenti də yadımdadır. Amma Əli Heydər müəllimin 69-cu ildən sonra ona qədər Ərəbxana kənd məktəbi adı olmayıb. Bunu da xatırladım sizə. 69-cu ildə Əli Heydər müəllim Şilyandan dəyişib bura gələndən sonra Ərəbxana kənd 7 illik məktəbi, 8 illik məktəbi adı olub. Qaramamutlu 7 illik məktəbi gedirdi. Ərəbxanada yerləşən məktəb. Birinci olub motorun yanında. Motorun yanından Qaramamutlu 7 illik məktəbi. Sənətlər orada da zeyifdə durur.
Sonra gəlib bu deyib o Kənanın tutqasından oyanan kanalın döşündə rəhmətli Fəthalının evinin yerində kolxoz ambarı olur. O ambar məktəb olur. Həmin məktəb Qaramamutda 7 məktəbi, 7-li məktəbidir. O tərəfdə də Murad kişinin evi olur, orada məktəb olur. O yenə Qaramamutda 4 illik məktəb olur. Çöl Ərəbəyin, Çərtəzin Ərəbin anlaşdı uşaqlar orada oxuyur. Ən nəhayət bu məktəb indi burada yerləşib, bunun binası haqqında da müəyyən məlumatlarımız var. Mən bu uzunçuluq eləmək istəmirəm. Yəni o kişinin nüfuzuna burada bu məktəb tikilir. Heç buna qədər biz özümüz o aşağıda köhnə binada yerləşmişdik, orada oxumuşduq, oraya qutarmışdıq. İndi söküldü, onlar bu günə kimi düşür. Həmişə belə ayağımız bu məktəbə, bu kəndə, bu kəsəyə, bu elə, bu obya, xeyir işlər üçün şad ola, Allah'ın verdiği ömrü de hamımız, her birimiz mükemmel yaşayaq, cəmiyyətdə nüfuzumuz olsun, həmişəki kimi heç birimiz nüfuzumuzu itirməyək. Gələndə ki, məsələn, qulaq asırlar, orada dərsin özünü deyirlər, dərsdə maraqlı keçəndə hamı qulaq asırlar, danışmaq. Hüseyin müəllim keçmiş həzzi aldı da, sakitcə hamımıza qulaq asır. Məktəbin tikilməyində əvvəla yenə deyirəm, ünsiyyət böyük şeydir. Bir-birimizdən çox bir-birimizin amısız, bir-birimizin bir tapısı eləmişik. Gör, nə qədər sevmişdik, nə qədər bəxtiyarlıq. Bu məktəbin tikilməyində və bu məktəbi tikən, deməli, məktəb 8-li idi, 9-li idi, 8-li idi o vaxt. Bu, orta məktəb olmalı üçün buna bina çatışır. Bina çatışmada rəhmətli Kərim müəllim, ya demişdi ki, ağay, o da idarəm, böyük idarəmin müdürüydü. Mərs müəllimə deyib ki, Allah hamısına rəhmət edilsin. Kərim müəllim deyib ki, o dedi, Kərim müəllimə deyib ki, bəs tikmək dedi ki, əgər kimsə hansı təşkilatı boyuna götürürsə, onu onun məktəb tikər. Sonra rəhmətli Hüseyin bu ağayla dedi, deyib, gəlib, o boyuna götürdüm, mən də onda burada məktəb tikmə başına getmişsən istəyirəm, mən əvvəl istəyirəm. Bina tikilirdi, yatırdı. Ham əlindən nəzarət edirdi, ham nəzarət edirdi. Onu belə bina tikmək çox çətindir, çox müşkül idi. Nəysə, bina tikildi, başa gəldi, avqustun 31 idi. Avqustun 31-də görüşmüşdük, mən rəhmətli Hüseyin görməmişdim. Hündür, yarışıqlı belə şəxsiyyətli bir adam. Allah rəhmət etsin. Gəldi, ham görüşdü, mən də cavan adam. Mən cavan dedim, 76-75 ildən. Müəllimin hamısı getdi, indi hamısı rəhmət edir, görüşlər verirlər. Mən də görüşdüm, Bahadır müəllim gedirmişdi. Gəldi Bahadır müəllim, əlim bir belə rəhmətliyə Hüseyin qoydu. Hanım sürətli əlini almadı. Siz bax, bu dürüst gündür, yox, gecəsinə deyil, əlini almadı, əlini almayan gün Bahadır müəllim görmüşdə balacada. Belə götürdü Bahadır müəllim uzağına. Gürgəz müəllim, sonra hər bir bahçırırdı. Oradan baxdım, əlini qarşısına o bırakır. Götürüb canını çıxartdılar. Çıxardığında dedi ki, başını aşağıda. Allah'ın da olduğu için deyim, burada bir mütəmmən dedi ki, nəsə biraz şey olmasın. Dedi, başını aşağıda. Dedi, müəllim, mənim başım bir gün qarşısına əlmir, amma sizin qarşısına əylər. Belə, baxın, mən qucaqladım, çiğni qoydum. Qoydu çiğni, alını öpdü. Biz də belə deyək, sağ ol ə. Və o deyəndə, o his mənə çox, sonraki həyatımda çox təsir edir. Demə, müəllimə hürmətin yüksək qurma sənətdir. Və mən istədiyim müddətdə çalışdım ki, baxdı mənim kimi olmasa da, ən azı, heç olmasa ona bənzər fəaliyyət göstərir. Bütün istədiyim dövrlər, o an mən heç vaxt yazmaq üçün, yeni danışanda görərlər, müəllimə münasibət nədir? Müəllimə münasibət, mən yenə də deyirəm. Allah sizin hamımız sad olsun, sad günləriniz, sad çox olsun. Və bir-birinizin təkcə burada yox, bu elə bir gələcək.
tələbə nəğməsi, şagirdlərin sədası, qazancı isə millətin məhəbbət və ehtiramı. Bu günləri əziz şagirdlərimizlə bir yerdik. 40 ildən sonra çox şükür ki, bu günlər bizə qismət oldu. Yəni, həqiqətən qürur verici haldır. Hər birinizə minnətdarlıq hissi ilə bəlkə də sizdən ayrıldıq. Amma ürəyinizə öz yeriniz var. Sizin sinif rəhbəri olduğuma görə özümə də bir minnətdarlıq deyirəm və Allahın verdiklərinə çox şükür deyirəm. Var olasınız həmişə. Həmişə xoş sədağınız gəlsin. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Çiçəklənə baxdı. Mirkərim müəllim onda uşaqlarla məşğul olurdu, çərkiyaz ərəbxana uşaqları ilə. Amma o vaxt biz dərs dediyim uşaqlar Həmid idi, Kazım idi, Hüseyin idi, nə bilim, İblis içərisində olanlar idi. Amma mən öz-özümə bilə rahat olmaq gəlmişəm, Məndə müəllimə müəllim olmuşum. Məndə müəllimə məndən yaxşı bilirdim. Diskadan başqa hər şeydən danışırdım. Amma orada Ukrayna səyyar qursu var idi. Zakir müəllim onu bilirdi, mən bilmirdim. Sonradan mən də öyrəndim ki, o verməzsəm. Təlimin texniki vasitələri, müəyyən işlər görülürdü. Yəni, fikirləşirdim ki, bu uşaqların gələcəyi var. Və o uşaqlar sağ olsun bizi əziz tutdu. İndi Hüseyin müəllim şagirdləri tərbiyədə həmişə Talib Babayev'in adını hörmətlə çəkir. Məndən də əlaqəsi var. Müəyyən adamlar nəzdində Hüseyin müəllimə sözünü deyir. Müəllim nə qazanır? Müəllim ilə bunu qazanır. Buna da çox şükür. Ben çok danıştım ama siz danışmırsınız, ona göre kim kanıdır. Sakinler kısmında tiri eşkiden eyb etmeyiz. Kimcinin güzarının bunlar gülü xəndanıdır. Ey huzuru, ola kimi rəhm elə yar əfqanına, ağla gülzar önce kim ağlamaq imkanıdır. Allah ustadlarımıza rəhmət eləsin. Aşk Əhməd deyirdi ki, paxıl adamlardan uzaq gəz kömür. Kimə yaxın düşsə, onu zəhərlər. Aman gündə qaçar səndən uzağa, arı bala gələr, qarışqa yağa, mirçə şirin dişlər, qanı zəhərlər. Taxılda, yataqda olmaz namus har, var gündə dost olar, yox gündə kənar. Namusa, qeyrətə xain çıxanlar, iblis kimi saf vicdanı zəhərlər. Aşıq Əhməd, ağlım var, gözüm var, baharda gül olar, qışda, şaqda, qar. Mələk də onun geysə gülsə, izdanlar. Fürsət tapıb hər insanın zəhərlər. Üstadımız Aşıq Əhmədin 20'den çox dastanı vardı, 2000'den çox birim yazmışdı. Gelirdi kapılardan işledirdik bizi. Yiyebilirsin ha, değil. Yiyebilirsin. Ha, müəllimin yanında süre yemirdi ya. Vallahi siz görəndə biz qaçıb gizlənirdik, peyyə girirdik. Tam bu vaxt Mirkərim müəllimi görəcümdən tərk Allah'ım, bir dəfə Kanal 5 gedirik. Mən də gedib Qarabağda patronu gedirim. Hüseyin müəllim də bayana Kanal su gəlir. Ha, Sərvan, yandım. Mənə bir şeylə qoydum Hüseyin müəllim. Səni tapdım deyir, yan burada. Öldürdünüz deyirəm, mən qalmışsın deyirsən. Allah, heç kim saqqalsız eləməsin. Allah, bu məclis kim yaratmışsa ona Allah ömür versin, sağ balasın, sağlasın ki. Belə bizi, belə qurupaya yığıb. İndi dənələr and üsüb ki, mənə telefon alacaqlar, dənələr and üsüblər ki, qurupaya girəmirəm, mən salat o qədər döyüdüm, mən salat qurupayım. Allah canlı da vallahi adamı
kalır. Size bağışır, nəmələrimi, 5 dənə nəvə məndə. Yemək üstə qurub bir, sizə də bir qurub, gəlin alın. Gəlin. Çok sağ olun. Hayatınız çok gümüşürün olsun. Bol olsun. Sağ ol yavaş Mehmet. Arda